Sevgi bu sevgi. Nay 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 nay. Nay 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 nay. Nay 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 nay. Nay nay. Попробуй, попробуй, чага, чага, попробуй. Ne oldu Aygün? Mesela Ben o günləri paylaşmışdınız ya uşaqla, kəpənəklərlə. Hə. Altdan keçib oxuyuram. Yazıb biri ki, necə də sağlam deyə bəxtəvər iş xəstələnmir. Mən dedim gözün tökülsün. Yazdım ora ki, bəbəyin tökülsün. Uşağıma niyə göz eləyirsiniz deyə xəstələndi balam. Hə, görsən. Nəfs Onun gözə gözü gəl. deyirsən elən. Bəbəyi tökülsün onu. O eləyib deyirsən. Qardaşımın Çoxdan xəstələnə virus gəlir. Yox, niyə xəstələnsin? Virusdur da, indi burnu axır. Sürücü axan gözlərinə qurban. balamın gözünə Doğrudan uşağın burnu axır, gözləri axır. Sağ olsun Səbinə xanımla danışdıq. Bir də hə, Aysuxan virus var, biraz yüngül bir müalicə yazdı. İnşallah ki düzələcək, keçəcək. Hə, mən düzləri şeylərə inanmıram, amma Aygün inanır. Bu arada onu yazan da ki, səndəki insanda vicdan olar da, sən körpə uşağı ona söz deyə yazırsan. Anam qurban sənə. Axşamınız xeyir olsun. Bugün 3 məclisimiz var idi. İkisini yola verdik. Axırıncı da səhnədir. O da Tornadoda olacaq. Digər ikisində də özəl qonaq idik. O qədər gözəl qarşılandıq ki, çox belə ürəyimci oldu, o qədər pozitiv idilər. Ümumiyyətlə korporativlər olanda çox gözəl olur. Korporativ məclislərini sevirəm. Ona görə ki, bütün komanda, bütün iş yoldaşları hamısı bir yerə toplanır və möhtəşəm bir gecə yaşayırıq. O an konsert kimi. Bir də o tip tədbirlərdə mən yalnızca pop və diskoteka ifa edirəm deyə tam mənlik. O kadar seviyorum ki. İşte belə. Allah hər kəsin ruzusunu bol etsin. İçində də bizim. Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Rəqsanə İsmailova sosyal medya hesabında nəvəsi Sevgi ilə birlikdə yepyeni foto və videolar paylaşıb. Müğənni Aysun İsmailova da qızı Sevgi ilə birlikdə yepyeni foto və videolarını sosial şəbəkədə yerləşdirib. Həmin video və fotoları sizlərə təqdim edirəm.